Siz mənə bürclər haqqında suallar verirsiniz. Başlayaq bürclər haqqında sizə qısa da olsa məlumat verim. Qoç bürcünün adamları qısqanc olurlar, çox qısqanc olurlar və qısqanclığın büruzə verən adam olmurlar. Bunlar ailəcanlı olurlar, pul qazanan olurlar, az da olsa dırnaqları ilə yer qazıb, bunlar ailəni saxlaya biləcək gücdə bir insan olurlar, əziyyətkeş insan olurlar. Və bunların hətta qıraqda, kənarda sevgi macəraları olsa da belə bunu ailə bilmir. Bunu ailə bilsə də belə, onlar o qədər utancaq, onlar o qədər abırlı insandılar ki, bilsə də belə, bunlar bəli, gizlədən deyirlər. Düzdür, yalan danışandılar, yalanı elə danışırlar ki, bu bürcün adamları, hətta onlar özləri belə öz yalanlarına inanır və çıxılmaz vəziyyətdə qalanda özləri etiraf edir və özləri çəkilir kənara. Buğa bürcünün insanları sevgidə qadınlarda, kişiləri də çox güclü sevirlər. 12 bürcdən bəlkə də 2 bürc arasındadır ki, onlar güclü sevirlər və onların sevgisini qarşısındakı bilmir. Onu tam xırdalamaq istəyir ki, bundan tam araşdırsın, hiss eləsin ki, bu bunu sevir və onu bəlkə də dəlicəsinə ölümünə sevir, amma o onu ifadə eləyə bilmir, onu sübut eləyə bilmir ki, mən səni sevirəm. Buğalar çox sadiq adamdır, çox sadiq adamdır, biraz soyuqqanlı adamdır, amma çox da sadiq adamdır. Pis xasiyyəti odur ki, buğalar bağışlamayandır. İntiqamla yaşayan adam deyil. Ona xəyanət olundusa, xəyanətə qarşılıq vermir, silir gedir. Elə bir acı bir yuxu idi, oldu, keçdi. Əkizlər bəlkə də o qədər sevir ki, həqiqətən də bu belədir. Amma heç vaxtı yaşadı 10 ildə, mən tanıyıram, əkizlər bürcünün adamını mən tanıyıram, bir-birinin yanımda olub nə qədər insanlar. Bəlkə də ölümünə sevib, öz canına belə qıyıb, amma nə xanıma ya da ki, xanıma olsa, nə kişi qarşısındakına heç bildirməyib ki, mən səni sevirəm. Həmişə qarşısındakına əziyyət verib, sevgi əzabı verib. Qarşısındakı ona görə çox əziyyət çəkib ki, bu məni sevsin, amma sevib, həqiqətən də sevib. Onların da sevgisi güclüdür, amma tutmaq olmayıb onu ki, bu sevir-sevmir, sevir-sevmir. Çünki əkiz bürcüdür axı ona görə. Xərçəng bürcünün insanları belədir ki, yəni bir insanı sevirsə, ailəsi olsun, 5 uşağı da olsa belə, əgər ayrıldısa, onunla da soyuya bilir. Tez soyuyan bir bürclərdən biridir xərçəng bürcünün adamları. Və xərçəng bürcünün adamları bəzən bürcə görə deyilər, sevgi xəstəsi olurlar zat. Elə bir şey yoxdur onlarda, sevgi xəstəsi olsunlar, neynəsinlər, yox. Onlar unutqan adamdır, tez unudan adamdır. Sevgini heç vaxtı mən görmədim ki, xərçəng bürcünün insanları, adamları dəlicəsinə sevsin. Ən 12 bürcün içində ən zəif bürc xərçəng bürcüdür ki, sevgidə, yəni güclü deyil onların sevgisi və bu cəhətdən də yaxşıdır ki, sevgidə onlar əziyyət çəkmir. Onlar belə bir xarakterli adamdır ki, onlardan bir insan gedirsə, gedənin arxasınca baxmır, yalanı bağışlamır, oldu, bitdi, qutardı, bu cürdür. Şir bürcündən danışaq. Deməli, şir bürcü belədir ki, şir bürcü həqiqətən də sadiq bir bürcdür. Düz, doğru, sevməsə də belə, söz verdisə, sevdiyi insana qarşı, yəni mən səni ölənə qədər sevəcəm, sən mənim həyatımda nə qədər varsansa, o qədər sənə xəyanət eləməyəcəm. Həqiqətən də belədir və xəyanət eləsələr də belə vicdan əzabı çəkirlər. Sözlərin üstündə duran adamdır. Amma vay o hala ki, şir bürcünü xəyanət eləyəsən və şir bürcü sevdiyi insan, sevdi, sevmədi, o mənimsəyən bir bürcün adamlarıdır. Onun olan heç kimin olmamalıdır. Tərəzi bürcünün adamları, istər xanımlar, istər kişilər həmişə seçim arasında qalır. Götür qoy eləyir, ölçür, biçir. Onların ətrafında adam çox olur, sevənləri çox olur və özləri sevsə də milyonun içində birini sevərlər. Seçirlər onlar, deyir ki, milyonun içində biri olsun, milyon ona qurban olsun. Bu cürdür tərəzi bürcünün adamları. Onlar çətin sevirlər və gec sevirlər, çox da güclü bağlanırlar və çox da gec unudurlar. Əqrəb bürcünün adamları çox qəddar adam olur sevgidə. Vay, vay, vay. Əqrəb bürcünün insanları sevgidə çox sadiq olurlar, çox qısqanc olurlar, həddindən artıq qısqanc olurlar. Onlar 5 insanı birdən sevə bilirlər. Əqrəb bürcünün adamları, onun olan onun olmalıdır.
və əqrəb bürcünə qarşı xəyanət olundusa, vay o adamın halına ki, o bəlkə də cinayətlə üzləşə bilər. O xatan sevgidə çox güclüdür. O xatan sevəndə dəlicəsinə sevir, ölümünə sevir. O xatan sevəndə bəlkə də öz canına qıyar. Bağlılığı çox güclüdür o xatanın və unutmağı da o xatanın ondan da çox güclüdür və nifrəti də sevdiyi qədər nifrət eləyər, bir saniyədə sevə bilər. O xatanın unutmağı sevdiyi insan ona hörmətsizlik elədisə, xəyanət elədisə, o 15 saniyə unuda bilər. Heç elə bil sevməyib və kiminəsə onu əvəz eləyə bilər. Oğlağın sevgi hekayəsi çox gülməlidir. Düzdür, oğlaqlar da sevirlər, onlar da bir neçəsi sevə bilirlər. Və oğlaqların sevgi hekayəsi belədir. Deyir, həyat qumardır, sən xod elə. Bax, bu cürdür onların sevgi hekayəsi və heç nəyi də boynuna qoymaq olmaz. Yalanları da çox olur onların. Dolçalar çox sadiq olur, həqiqətən də. Dolçaları incitməyəsiz sevgidə və dolçalar incitsəz sevgidə, ona yalan danışsaz, xəyanət eləsəz, həqiqətən də günahdır. Yəni, o qədər onlar saf olurlar sevgidə, o qədər sadiq olurlar ki, sizi tam ürəklərinin bir yerinə qoyurlar sizi. Boşluq olan bir yeri Dolça bürcünün adamları onu sevdiyi insanla doldururlar. Amma təəssüf ki, çoxları Dolça bürcünə xəyanət edir və Dolça bürcünün adamlarını ruhdan salırlar. Balıq bürcünün adamları həqiqətən də dəlicəsinə sevir. Ömründə milyonların içində birini sevir. Doğrudan da elədir. Düzdür, onlarda xəyanətkarlıq olur, yalanlar olur. Onlara çətindir nəyisə sübut eləmək. Gözünlə görürsən xəyanəti, nə bilim, yalanı onların boynuna qoymaq olmur. Amma sevirlər də. Sevirlər də və onlar uşaq xarakterli olurlar, uşaq xasiyyətli olurlar, təmiz olurlar, saf olurlar sevgidə. Sadəcə olaraq onlara sadiq olun. Bu qədər. Onlar sevdiyi insanlar sevirlər dəlicəsinə, amma sevdiyi insanları təəssüf ki, inandıra bilmirlər öz sevgisi ilə, həmişə şübhəli buraxırlar.